Salamlar, saygılar, değerli ve sevgili sözdaşlar, Aziz Azerbaycan Türk milleti, dünyanın her bir yerine biz görüp ve siz hoş gördük. Yeni bir yanlışlıkla uğurluyorlar. İnşallah birazdan necə ki önceden de anonsu yazmışıq. Değerli ziyalarımız, konuklarımız olacaq. Bugünkü önemli bir gün hakkında danışımız olacaq. İrandan Amerikanın bu enerji həssəyi oturumuna göre nəticə ne oldu? Bundan sonra ne olabilir? Eğer təvafuqa yetirsələr ne olacak ve yetirməsələr nə baş verəcək? Bizim değerli qonaqlarımız var. Ben qonaqlarımızı sayıram ki, növbəti zamanlarda bizə qatılacaqlar ki, danışıqlarımızı o əzizlərimizdən davam verəcək. Bizim qonaqlarımız sayın Cahandar Bəyoğlu bəy olacaqlar, Əjdər Təğizadə cənabları olacaqlar, Məcid Cəvadi cənabları olacaqlar, sayın değerli uzmanımız Babək Azad cənabları olacaqlar və əgər ola bilsələr sayın İlyar Kamranı, Yunus Şamili və Babək Bəxtavər cənabları da bizə qatılacaqlar. Dediyim kimi növbəti zamanlarda bizim değerli ev sahibi qonaqlarımızdan biri buradadır. Değerli sayın Babək Azad cənabları, kəsin ki, hər kəs sayın Babəki tanıyır, gözəl verilişləri ilə, gözəl analizləri ilə bir araşdırmacı təkim buradadılar. Sayın Babək bəy, siz də çox xoş gördük. Öncədən üstə şərtçimizi bildirib, çağırıcı qəbul edirsiniz və varsınız. Bugün sayın Babək bəy, həttəmən xəbərləri siz də izləyirsiniz, görürsünüz, nələr baş verir. Əgər salam eləkiz var, elə dirək qonumuza keçək. Mən sizə, izləyicilərə salam arz edirəm. Mən hər nədən öncə Araz bəy təşəkkür edirəm sizdən ki, çox demokratik formada bu proqramları aparırsınız. Müxtəlif siyasi fəallardan, müxtəlif fərqli fikirlərlə zəmin yaradırsınız ki, onların fikri xalqımıza çata. Mən fəqət xatırladıram ki, mən Bakıdan qoşulmuşam hal-hazırda live-a. Ümidvaram bu canlı yayımda bu irtibat problemi çıxmıyor. Hər halda mən qulluğunuzdayam. Buyurun əziz qardaşım. Bəli, mən təşəkkür bildirirəm əziz Babək müəllim. Sağ olasınız. Babək müəllim, elə özünüz dediyiniz kimi ya xəbər necə xəbəriniz vardı? Bu danışıqlar bu gündən başlandı. İran-Amerika arasında enerji həssəyiyə görə bunun bu günlərimizə elə bir zat görünən budur ki, nəticədə yetişmədilər. Əgər nəticəyə yetişsəydilər, bu axşam bunun davamı olacaqdı. Əgər nəticəyə yetişsələr, buradan bu yana İran-Amerika arası necə olacaq və əgər nəticəyə yetişməsələr, o təhdidlər ki, Amerika İrana tərəf eləyib, bu məsələni siz necə görürsünüz? Bilirsiniz, dəqiq biz deyəmərik ki, nə olar. Bilirsiniz, İranla Irak 8 il savaştılar. O savaşın sonunda görürük ki, Irak həmlə elədi, hücuma girdi, Bəsrənin ətrafında səbəb oldu ki, İranın çox ağır tələfat verə. İranın ordusun ki, Irakdan atdışı heç gəldi, yəni Bəsrənin ətrafında və Şələmçədə bunları atdışıya, hətta gəldi Dehloranı da aldı və o zaman hərbiçilər, o ölkənin məsulları bu nəticəyə yetişdilər ki, bu savaşı davam vermək olmaz. Çünki bilirsiniz, hərbidə ön cibhədən önəmli cibhənin arxasıdır. Deyirlər lojistik yardım. Yəni gərək yemək anbarları ola, silah anbarları ola, hərbi ehtiyat qüvvələr ola ki, o əsgərlər ki, yaralanır ya həlak olur, onların yerinə yeni mesela əskər göndərərlər. Sonra bunların, yəni sonra səyyar, bunların gərək xəstəxanaları ola və hər hal lojistiki yardım eləyənmirdi İran ön cibhəni. Ona görə başladı məğlub ola. Nəhayət Xumeyni ilə mənim nəzərimə Xameneinin bu fərqi var. Onda bu cür cəsarət var idi, gələk etiraf eləyə. Deyə mən zəhər içirəm və sülhü qəbul edirəm. Amma Xamenei heç vaxt gəlib bu cür etiraf eləməz. Yəni qəbul eləyə deyə ki, biz mən məsələn zəhər içirəm. Amma elə bu Sayın Babək bəy, elə bu
geriyə addım atmağı, dala qayıtmağı, bundan qabaq öz bilirsiniz Xameneyi çox Kəlsin deyirdi ki, biz əslən Amerika ilə oturmarıq, biz Amerika ilə heç vaxt bir masada oturmarıq və əgər də otursaq bu dövlətlə deyil. Yəni Xameneyin hər zaman bu dilindən eşidilirdi. Və nə oldu birdən-birə bu qədər bu öz danışıqlarından geri çəkildi və demək olar təqribən Cami Zəhri yarımçılıq da işdi. Yəni siz bunu belə görmürsünüz? Mən bu cür fikirləmirəm ki, bunların dalıya oturublar, istəyirlər saziş edəyərlər Amerika ilə, xüsusən Trumpla. Trumpla Əli Xameneyinin bir şəxsi kinəsi də var. Yəni bilirsiniz nə var? Bu sizin zat qət oldu, ümidvaram indi gələ. Və hər hal mən davam verirəm, qardaşımız gələ, bəli, bağlandı. Yox, mən varım, mən sizi eşidirəm Babaş bəy. Mən arxa pərdədə o əks-məks qoyuruq. Bəli, mən bunlar bilirsiniz nə var? Bunların stratejisi indiki rejimin əsas hökuməti saxlamadır. Bu hökumət. Buna o cəbul vacibat deyirlər. Yəni vaciblərin vacibi. Yəni bəziləri hökumət adamları deyiblər namaz qılmadan da vacibdir bu. Hətta Xumeyni o zaman dedi ki, bu hökuməti saxlama İmam-ı Zamanın canın qoruyub saxlamadan əhəmiyyəti çoxdur. Niyə? Çünki əgər İmam-ı Zaman da zuhur eləyəcələ, öz canın bu hökumətə, bu siyasi sistemə fəda elə, bu İslam hökuməti. Bunlar bu cür baxırlar, bunlar bu cür araşdırırlar, bu cür. Əgər bunlar mənim fikrimcə, bu cür ehtimal verirəm, bunlar dala oturarlar, Trumpla saziş edəyələr, 46 ildir ki, bunlar təbliğat aparırlar Amerikanın əleyhinə, İsrailin əleyhinə. Bu ehtimalı var öz tərəfdarların ki, var bu hökuməti, Amerikanı böyük şeytan, İsrail gərək aradan gedə. Bu indi 46 ildir bunu təbliğat edirlər. Onları əldən verələr. Xameneyə bu hökumətə çox önəmlidir ki, öz tərəfdarların qoruyub saxlayan. Xameneyi xalqı deyəndə mənzur küçəbazar adamları, 90 milyon insan deyil. Həmişə o xitab edəndə öz tərəfdarların, həmişə də görürsünüz də, azad jurnalistlərlə gələrlər, məsələn, bundan sual edirlər, yox. Öz tərəfdarların yığar, danışar, onlar da onun nəfinə şüar verirlər. Bunlara əsas bu hökumətdir. Amerika, İraq kimi İrana piyada ordu gətirməyəcək. Məsələn, Əraq kimi işğal edir, Əfqanistan kimi. Çünki bir gün Amerikada ictimai rəy, yəni insanlar bu savaşlarla müxalifdirlər. Yəni Amerikanın əskəri gələ məsələn İranda qətlə yetişə həlak olar. Yəni 70%-dən artıq bəzi statistiklər istəmirlər. Bunlar gəlsələr havadan vuracaqlar. İsrail ilə Amerika. Bunlar bu cür fikir edirlər ki, bunlar gəlsələr, bunları bombalasalar da bu hökumət yetməyəcək, yıkılmayacaq. Misal üçün, İraqı Kuveyt'i işgal edəndə İraq, Amerika oraya hücum elədi, bombaladı, Saddam Hüseyn getmədi ki. İkinci o savaşda Amerikanın ordusu girdi İraqa ki, müvəffəq oldular ya Əfqanistana. İndi bu cür gəlib havadan vuracaqlar. Burada bu cür fikir edirlər ki, gəlib bombalasalar da, vursalar da, bunlara önəmli odur ki, hökumət qalacaq. Yəni, amma bunların ancaq bir qorxusu var. Çünki içəridə narazılıq çoxdur. İmkanı var, iqtisadi baskı artır, narazılıq artır, o etiraz aksiyaları baş verir. Ona görə siz bu son zamanlar jurnalisti fəaliyyət edirsiniz. Baxsaz, bunlar manovra keçirirlər, hazırlıq aparırlar. Ki, bu şəhərlərdə biraz aksiyası.
baş versə, bunlar ondan mesela ondan onu Sərküp eləsinlər, yığışdıra bilsinlər. bilirsiniz Xamene'nin bu son zamanki Hamas'ın temsilcileriyle neçə nəfərlə görüşdü. O dedi ki, siz öz dirənişinizlə həm Amerikanı, həm İsraili məğlub elədiniz. Hani Qəzzədə 50.000 insan ölüb, oranın çoxu çocuqdur, qadın. Bəli, uşağı idi, qadın idi, xanım idi, bəli. Qocalar idi. Onun bilirsən baxışında nədir? Çünki hələ Hamas var. Hamas aradan getməyib. Çünki İsrail hücuma keçəndə dedi, biz İsraili məhv eləyək. Bu onun nailiyyət bilidir. Yəni siz İsraili məğlub edirsiniz. İranda da bu cür. Ya Ali Xamene'nin muavini, müşaviri vilayətidir. Vilayəti dedi bizə nümunə, olgu kim olmalıdır? Olgu bizə Husilər olmalıdır. Ki iftə var, parça bağlanırlar. Fitə deyirlər, hamama gedərlər. Nazir parça. Dedi ki, long deyirlər də, long fars dilində. Fitə bağlanır, quru çökür, amma Amerika ilə savaşır. Bunlar əgər İran o vəziyyəyə düşər ki, bizlər ancaq quru çörək yeyək, bir dənə fitə bağlayaq. Bunlar bunu məsələn ideal olgu ilə. Önəmli odur ki, Amerika ilə savaş davam tapar. Mən fikir edirəm burada bu müzakirə zat həmişə bu cür ki, vaxt alır. Fəqət vaxt almaq üçündür, vaxt bəli, vaxtı yubatmaq üçündür ki, öz ideolojiləri qabağa aparsınlar. Babaş müəllim, mən sizdən təşəkkürümü bildirirəm. Trump bəli, biz sizə eləməz ki, hər halda. Bəli. Trump ancaq bu şeylə əli dolu gəlib, fərq eləyir. Biz dəyərli sayın Candar Bəyoğlu da burada vardılar. Öz təşəkkürümüzü bilirik, öncədən bu çağırışı qəbul ediblər vardılar. Sayın Candar bəy, siz də çox xoş gördük. Əgər salam eləşiniz var, buyurun eşidəğin. Sonra biz qonularımıza, danışıqlarımıza davam edirik. Salamlayıram hər kəsi, studiyada olan dostlarımızı və bizim tamaşaçılarımızı. Buyurun. Nə zaman istəsəniz mən sorularınızı Bəli, Candar bəy, sağ olasınız, yaşasınız, minnətdarımızı bildik. Can bəy, bildik ki, Şimdiyyən Amerika oturumları bu gündən başlandı Məskətdə, Ummanın baş kəndi paytaxtında. Görünən o idi ki, əgər bu yaxşı davam tapsa, elə bu gecədə ikinci görüşlər olsun. Amma ikinci görüşü bu gecəyə demək olar yox dedilər və irəlidəki həftəyə atdılar. Sanki belə görüşür, Amerika razı deyilmiş, İran tərəfi razıymış, Amerika tərəfi razı deyilmiş. Siz necə dəyərləndirirsiniz bu məsələləri? Xəbərləri necə izləyirsiniz? Ya hər hansı xəbəriniz vardır və əgər təvafuqa yetirsələr, İranla Amerikanın buradan bir yana demək olar işbirlikləri necə olacaq və əgər yetirməsələr, necə ki bilirsiniz, Trump çox təhdid halətində İran tərəfə gəlir. Təbii ki, bu İran-Amerika arasında olan sorun və çözülməsi daha çox hansısa bəhanə ilə bağlı deyil, köklü bunun tərəfləri var. Burada nükleer silahların müzakirəsi də bir bəhanədir və eyni zamanda İranda mövcud rejimlə Amerikanın arasında olan söz-söhbət də bir bəhanədir. Sadəcə olaraq biz məsələni İran adlanan Azərbaycanla Amerikanın arasında yeni dünya düzənində İranı Amerika necə düzənləmək istəyir, o kontekstdə yanaşmalıyıq. Və bu baxımdan da biz qəbul etməliyik ki, Amerikanın İranla hansısa bir sorunu yoxdur. Sadəcə qocalmış bir və dünya şərtlərinə uyğun gəlməyən Fars Molla yönətimi Amerikanın şərtlərinə uyğun gəlmədiyinə görə başqa bir Fars faşist yönetimlə əvəzləmək istəyir və əvəzləmədə də bugün Fars faşist Molla çətəsi Amerikanın şərtlərini qəbul etmir və hakimiyyətdən könüllü gedib başqa bir faşist Fars çətəsinə də hakimiyyətin verilməsində dirəniş göstərir. Bu dirənişin əsasında da müzakirələr gedir və təbii ki, dünya dövlətlərinə, xalqlarına deyəsi deyirlər ki, biz rejimdə dəyişmək istəyirik,
mollanı götürüb yenidən başqasını gətirmək istəyirik. Amma dünyanın gözü qarşısında bunlar nükleer müzakirəsini gündəmə gətirirlər və nükleer müzakirəsində də təbii ki, qarşı tərəflər anlaşmadıklarını bildirməkdə görünür. Fars faşist molla çətəsi hakimiyyətdən getmə təkliflərini Amerikanın qəbul etmir və bu konuda da mövzu müzakirə obyekti olaraq qalır. Buyurun. Bəli, mən təşəkkürümü bildirirəm Şahan Canlı bəy. Bəs siz belə düşünürsünüz, əgər bu danışıqlar bir araya gəlməsə, təvafuqa yetişməsə bilər, Amerika kəsin İrana demək olar nizami demək olar hərbilərin aparacaqdır və orada bir atışma ikisinin arasında çıxacaq. Ya bu məsələni başqa cürə görürsünüz, ya içəridən düşünür. İçəridən bildiyiniz kimi siyasi lazımdan, iqtisadi lazımdan da millət çox razıdır bu rejimdən və belə bəslənir ki, əgər belə bir iş davam tapsa və bunun davamında içəridən də bir etirazlar, açıqlar çox olacaq. Amerika bu məsələni çox üstün görür ya yox, elə bəzi onun xəbərlərdə gəldiyi kimi, göründüyü kimi İsraillə istəyirlər İrana saldırsınlar əgər təvafuqa yetirməsələr. Ya bu bir dənə siz dediyiniz kimi bəhanə olur Amerikanın əlində ki, zaten elə düşürübdür, mollaların zamanı bitibdir və bu rejimi dəyişdirməlidir. Araz bəy, təbii ki, biz uzun sürədir İran, Amerika, Batı dünyası, İsrail arasında olan oxşarlıqlar, bir-birindən əməkdaşlıqlar və eyni zamanda bir görüntüdə qarşı durmaların hansı düzeydə olduğunu görürük. Hətta bəzi olaylarında İsrail və İran arasında bir savaş oldu görüntü. Füzələr atıldı, hatırlayırsınızsa. Məlum oldu ki, bu füzələrin başlıqları yoxdur və dəmir parçaları kimi bir çox füzələr İsrailin ərazilərinə düşdü və eyni zamanda insan yaşamayan yerlərə düşdü. İran tərəfi burada bir İsrailin teatr sərgilədilər və nəhayətdə təbii ki, aralarında olan bu teatro siyasəti qarşılıqlı olaraq İsrailin də İrana bir sıra füzə atmaları ilə gerçəkləşdi ki, o füzələrin də hara atıldığını hələ də İran adlanan Azərbaycanda canlı görənlər olmadı. Sadəcə göydə füzə atəşlərini gördülər. Hansı dağıntılarda belə bir şahid olan olmadı. Bu təbii ki, bir görüntüdə olan qarşıdurmalar bizi aldatmamalıdır. Bugün də biz Amerika-İran arasında təbii ki, rejim dəyişənliyi birinci şərtdir. Rejim dəyişməyində də Amerikanın öz planları var. O planlara Azərbaycan aid deyil. O planda Azərbaycan yoxdur. O planda Azərbaycanın yenidən əsarətdə olması var. Və yenidən Azərbaycan torpaqlarının Amerikanın başqa bir faşist Fars çətəsinin əlindən idarə edilməsi, bölgədə söz sahibi olması var. Bu baxımdan da Amerikanın İranla olan sorunlarının Azərbaycana bizlərə heç bir aidiyyəti yoxdur. İran Fars faşizmindən Amerikanın da sorunu var, dəyişmək istəyir rejimi. Bizim sorunumuz köklü sorundur, çünki İran adlanan Azərbaycanda böyük türk dövlətləri qəsb olunub və 50 milyon üstündə 60 milyona yaxın bir soydaşlarımız bugün 12, 17, 15 milyonluq Fars milləti adına Fars faşist çətələri tərəfindən yönəltilir. Və bu da təbii ki, bizim haqlarımız Amerikanın istək arzularından da uyğun gəlmir. Amerikanın istək arzuları da bizim istək arzularımızla, mücadiləmizlə uyğun gəlmədiyinə görə Amerikanın İranda həyata keçirmək istədikləri istənilən bir hərbi əskəri müdaxilə təbii ki, mən hesab edirəm ki, Azərbaycan türkləri tərəfindən dəstəklənməyəcək. Çünki orada biz yoxuq. Əgər Amerika ilk olaraq Azərbaycan tərəfindən türk gücünlə müzakirələr aparsa və orada gələcək Amerikanı